Ya Allah, ya Bismillah. Buyur. Allah'ın salamı olsun sizə, əziz izləyicilərimiz. Buyurun. 30'luq ələklə doğradığımız bir yonca presi. Buyurun. Bu gördüğünüz sanın ki ambardır. Bu gördüğünüz. Və püskürtmə vasitəsilə aparatımız birbaşa vurdu ambara. Gördüğünüz kimi də o başdan tozu çıxır. Yəni siz burada ot doğrayarkən heç bir toz görmürsünüz. Rahat otunuzu doğrayırsınız və bu hissəni yönəldirsiniz ambara. Hermetik bağlayırsınız ki oradan siz toz görməyəsiniz. Və bütün ot, toz hamısı bir yerdə birbaşa vurur ambara. Doğranılan həcmi də sizə göstərdim inşallah. Buyurun. Bu bizim doğradığımız həcm. Demək, əziz izləyicilərimiz, 30'luq ələk və 25'lik ələk. Bax, belə ələklərimiz də olur. Bu da öz istehsalımızdır. Kimə lazımdır, əlaqə saxlasın inşallah. Onlara da düzəldib verə bilərik. Yəni, ələklərə də sifarişimiz var. Sifariş götürürük. Zəhmət olmasa, aparatımız 11 kilovatlıq mühərriklədir. Gördüyünüz kimi, hələ mən otu az atdım, otda biraz nəmlik var idi. Yəni 11 kilovatın qabağında o atılan həcm, belə deyək, o oyuncaqdır. Bu bizim aparatımıza aid olan şitdir. Demək, şitimizə həmişək kimi aiddir. Elektrik birləşdirici və ayrıcı, maqnit birləşdirici və ayrıcı və istilik daçki. Mühərrik ağırlığa düşdükdə gördüyünüz kimi həyəcan siqnalı işə düşür və bildirir ki, mühərrik ağırlığa düşdü, yanmadan qoruyur. Aparatımızı işlək vəziyyətə qaytarırıq inşallah. Bizim işə salma söndürmə düyməsi, həyəcan siqnalı və ən başlıca ampermetrimiz. Ampermetrimiz də mühərrikə düşən ağırlığı göstərir. Allah sizlərdən razı olsun inşallah. İnşallah Baloğlan qardaşımız da baxar, çəkdiyimiz videoya qiymətini verər. Allah amanında, Allah işlərinizi avan diləsin. Səhifəmizi bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Allah amanında.